Hər vaxtınız xeyir olsun dəyərli dinləyicilər, həmçinin izləyicilər. Mən Xanlar Meteorun təqdimatında Gündəm Qarabağ verilişini dinləyirsiniz. Bizi həmçinin izləyə bilərsiniz sosial şəbəkələrdən, Facebookdan və YouTubedan. CBC FM Azərbaycan yazmaqla siyasətçi Arazxan qonağımızda. Hər vaxtınız xeyir Araz. Hər vaxtınız xeyir olsun. Ermənistanda seçkilərə demək olar bir həftə qaldı. Ayın 7-si olacaq və kim qalib gələcək? Seçki kampaniyasını hamı belə baxanda özünə görə yaxşı aparır və kənar qüvvələrində dəstəkləri var, sərt bəyanatların, açıqlamaların şahidi oluruq. Amma buna baxmayaraq Paşinyan dəstəkləyənlər də var, Paşinyana qarşı çıxanlar da var. Necə olacaq? Əvvəl istəyirəm ki, bir məsələ ilə başlayım. Bu gün uşaqların beynəlxalq hüquqlarının müdafiəsi günüdür. Bu gün münasibətlə mənə elə gəlir ki, ən böyük hədiyyəni Azərbaycan prezidenti bütün Azərbaycanın region uşaqlarına verib sülh regiona gətirməklə bu münasibətlə bütün uşaqlarımızı təbrik edirəm. Çünki artıq bundan sonra uşaqlar müharibə qurbanı olmayacaq, valideynlərini itirməyəcək, öz evlərindən didərgin düşməyəcək. Yəni bu uşaqlar üçün mənə elə gəlir ki, ən böyük hədiyyədir. Mən düşünürəm ki, bu hədiyyədən uşaq olmasa da ən çox bəhrələnən elə Nikol Paşinyan oldu. O da seçki kampaniyasında lap əvvəlindən belə deyək, sülhü əsas əlində silah elədi ki, yəni mən bəli, bizim uşaqlarımız, yəni əks tərəfdə o da eyni şey elədi ki, biz uşaqlarımızın ölməyini istəmiriksə, ailələrimizə tutaq ki, Ağdamda, Füzulidə, Cəbrayılda hansısa bir əsgərin ölməyini istəmiriksə, oradan bura atəş açılmağını istəmiriksə, sülhə deməliyik. Sülh də Paşinyan deməkdir orada, artıq Paşinyana səs verməlisiniz deməkdir. Paşinyan bütün o seçki səfərlərində, rayonlara, regionlara səfərlərində bu əsas silah bunu elədi ki, bu cür rahat yaşayırsınız, o əsas da keçmiş belə deyək, sərhəd bölgələri deyək də, o hələ də təsdiqlənməyən şərti sərhəd bölgəsinə gedir və deyək ki, oradan sizə atəş açılmır. Bu sülhün verdiyi üstünlükdür. Bugün sizə taxıl gəlir, rahat taxılınızı əldə edə bilirsiniz, dünyada taxıl böhranı var və biz bunu sizin üçün təmin edə bilirik, çünki sülh var, Azərbaycan vasitəsilə gəlir. Neft məhsulları gəlir, benzininiz var, Azərbaycanla sülh var və Azərbaycan bu strateji məhsulunu sizə göndərir. Və bu digər namizədlərə baxanda Paşinyan əli doludur. Paşinyan hansısa faktlarla danışa bilir. Boş havaya sözlər demir. Deyir ki, bax mən bunları sizə eləmişəm və bu başlanğıcdır. Siz mənə səs versəz, regiona mən o sülhü artıq imzalayandan sonra daha böyük imkanlar gələcək. Bax bu baxımdan Paşinyan deyərdim ki, daha çox irəlidədir. Son reytinqlərə baxırıq. Biz keçən verilişdə dedik ki, 30%-ə yaxındır reytinqi Paşinyanın və qeyd elədik ki, bu 50% ötəcək yəqin ki, seçkiyə kimi. Artıq indiki son nəticəyə görə 65% ötür Paşinyan. Yəni 50% yox, 65% ötür. Onun rəqiblərin heç biri də 10-14%, yəni 14% keçən rəqibi yoxdur. Bu artıq Paşinyanın rahat seçkilərə gedə bildiyini göstərir. O qeyd elədiyimiz kimi sülhü əsas əlində silah eləməklə, əsas belə deyək, fakt olaraq göstərməklə ki, mən sizə nə vəd eləyirəm. Digərlərinə baxırıq, tutaq ki, Koçaryan da, Karapetyan da deyir, mən sizə o sülh gündəliyinə sadiq qalacam. Amma hər kəs bilir axı, Koçaryan sülh nədir anlamır. O müharibə ilə hakimiyyətə gəlmiş adamdır. O Qarabağ klanı, oradakı Paşinyan dediyi kimi generalların taxıl satıb pulunu göndərib bunu hakimiyyətə gətiriblər. Yəni bu belə bir adamın sülh deməyinə inanmır insanlar. Karapetyan da başa düşürlər, milyarderdir, çox böyük vədlər verir, 300 min iş yeri yaradacam, 1 milyon iş yeri yaradacam, sizin gününüz belə olacaq, amma inanmır cəmaət. Cəmaət real, əlinə tutula bilən faktlara inanır ki, o faktları da Paşinyan verib əhaliyə və buna görə də dayanmadan reytinqi artır. Bir məsələ də var ki, Rusiya tərəfdən daha çox biz sərt açıqlamaları görürük. Dmitri Medvedev açıqlama verdi. Biz hansısa bir Ermənistan liderini deyil, Ermənistan xalqını sayırıq, yəni Paşinyanı biz saymırıq açıqlaması. Yəni mən belə başa düşdüm açıqlama. Bəli, elədir. Düz başa düşmüsünüz. Düz başa düşmüşəm. Daha sonra Vladimir Putinin açıqlaması var idi ki, yəni hədələdi, dedi bu şeylər olmayacaq. Yəni xüsusilə strateji məhsulların satışı, hətta viza məsələsi, Ermənistan vətəndaşlarının Rusiyada işləməyə məsələsi yaşaması üçün deyir, əgər Avropa İttifaqı ilə yaxınlaşsa və bizim münasibətləri korlasalar, viza məsələsi orada, yəni gediş-gəliş məsələsini hədələdi və meyvə-tərəvəz
məsələsinə artıq qadağa qoyuldu. Ayın 28-də anons verilmişdi. Yəni ayın 30-da artıq qadağa qoyuldu. Amma Paşinyan da çox maraqlı bir açıqlaması var idi o qaz məsələsi ilə bağlı. Dedi ki, biz heç də narahat deyilik və biz qaz kəməri çəkəcəyik qərb. Yəni Azərbaycanla mı bunu eləyəcəklər? O sual var. Qazı başqa hardan çəkəsidir? Ya İranın özünün daxilində qaz kəmərlərində ciddi problem var. Yəni öz daxilində o xarici qaz satsa da öz daxilində hələ qazlaşmanı həyata keçirib bitirə bilməyib. Amma bəli, Azərbaycana güvənir, sülhə güvənir. Düşünür ki, biz qaz kəmərini buradan qoşulmaqla hansı formada, yəni Azərbaycan onsuz da Gürcüstandan keçib gedir. Yəni oradan amma bu tərəfdən qərb istiqamətinə də biz qazı yəni yenə də güvənli Azərbaycan. Yəni İran qazının ora gəlib çatası və oradan o tərəfə gedəsi, yəni bu uzun prosesdir və bu mümkün deyil, mən deyim ki, hətta mümkün deyil ona görə ki, biz İranla Şimal-Cənub layihəsində Rəşdaslara orada kiçik bir dəmir yolu hissəsi var. Yəni İran hələ onu maliyyələşdirib qutara bilmir. Yəni 20 ildir bu söhbət gedir. Yəni, o bitməyib hələ. Yəni belə bir problem var. Yəni İranın çox ciddi daxili problemləri var. Bu gün müharibə şəraitindədir. Maliyyə resursları hansısa dondurulub xarici banklarda. Yəni bu baxımdan İran yox, məhz o Azərbaycanın nəzərdə tutur ki, Azərbaycan qazına keçidəcək və biz də ona istifadə edəcəyik. Seçkidə əgər Paşinyan qalib gəlsə, yəni onda çox böyük dəyişikliklərin bir şahidi olacaq. Bəli, çox böyük dəyişikliklərin şahidi olacaq və Rusiyada bunu anlayırlar. Rusiyada buna görə həm də Paşinyan bu reytinqinin sürətlə artması Rusiyada narahatlıq yaradır. Bütün belə deyək də həm diplomatları, həm ən yüksək səviyyədə Rusiyanın rəhbərliyindən tutmuş deputatlar, jurnalistlər, hər kəsdə bu narahatlıq var ki, Ermənistan bəli artıq tamamilə Rusiya oxundan çıxır. Rusiya oxundan çıxması o deməkdir ki, bu artıq Avropaya meylənəcək. O deməkdir ki, Avrasiya İqtisadi İttifaqını Avropa İttifaqı ilə əvəzləmək artıq gündəmə gələcək. KTMT-ni onsuz da demək olar ki, qeyri-rəsmi olaraq orada iştirak eləmir artıq. 2020-dən sonra bəli, 2020-dən sonra oradan iştirakını dondurub, bəli. Amma bu artıq NATO-nun Ermənistan üçün gündəmə gələcəyini belə deyək, ortaya qoyur və Putin və nazirlər, deputatlar, oradakı ictimai xadimlər hər kəs bəli, narahatdır ki, Ermənistan artıq qərbə doğru daha sürətlə gedəcək bu seçkidən sonra və hədələyir. Yəni açıq şəkildə hədələyirlər ki, siz əgər bu yolu tutsaz, siz də bayaq dediyiniz kimi, yəni deyir özünüz seçim eləyin. Ukraynanı hətta misal gətirdi. Sizi bəli, Ukrayna aqibəti gözləyir. Baxın, gözünüzün qabağında nümunə var. O yolu tutsaz, artıq bilirlər ki, Paşinyan seçilir artıq. Yəni Paşinyana hədə qorxu gəlirlər ki, yəni seçilərdən sonra bu yolu tutsan, səni nələr gözləyir. Amma regiona Paşinyan nə vəd eləyir? Buna əvvəlcə Ermənistan daxilindən baxaq. Bayaq dediyimiz kimi, artıq Ermənistan daxilində anlayırlar ki, sülh nə deməkdir? Sülh onlara nə verir? Sülh onlara artıq ölümləri bir kənara qoyublar. Sülh onlara belə deyək, rahat taxıl əldə eləmək, çörək əldə eləmək, rahat neft-qaz məhsulları əldə eləmək, rahat şəkildə hansısa digər strateji məhsullar əldə eləmək imkanı verir və bu kiçik bir başlanğıcdır və bundan sonra daha çox belə deyək imkanlar əldə edə bilərik. Və burada Zəngəzur dəhlizinin açılması, regional dəhlizlər, turizmin inkişafı, investorların gəlməyi, bu gələcək üçün çox böyük imkanlar açdığını artıq orada anlayırlar və bu həm də bütün region üçün anlaşılır. Paşinyan seçilsə, bax Azərbaycan prezidentinin başlatdığı prosesi tamamlamaq imkanı əldə olunacaq. Biz tezliklə, yəni bu ilin sonu inanmıram ki, keçsin o tərəfə. Bu ilin sonuna kimi tezliklə biz Ermənistana sülh müqaviləsi imzalaya bilərik. Bu artıq belə demək 100 ildən artıq davam edən bir prosesin sonlanması olacaq. Bax biz 20-ci ildə müharibənin başlayanda Azərbaycan tərəfi oldu, baxmayaraq ki, təhrik edən tərəf Ermənistan idi. Azərbaycan prezidenti əks hücum əməliyyatını verməklə öz torpaqlarımızın azad olunmasına şərait yaratdı. Azad olunandan sonra biz artıq Ermənistan kimi davranmadıq da, oranı da tutub, o böyük Ermənistan xulyası var idi. Biraz Gürcüstandan, biraz Türkiyədən, biraz Azərbaycandan torpaq tələb edirdi. Biz öz istədiyimizi əldə edəndən sonra Ermənistana sülh təklif elədik. Və bu müharibəni necə ki 2-ci Qarabağ müharibəsini başlatdıq, torpaqlarımızı azad elədik. O əks hücum əməliyyatını başlatmaqla. Artıq ikinci mərhələdə
bütün bu müharibələri, bütün bu belə deyək, bəlanı ortadan götürmək üçün Azərbaycan prezidenti daha böyük belə deyək, güc ortaya qoydu. Daha böyük özün böyük göstərdi. Yəni regionun ağsaqqalı kimi. Yəni gəl bu məsələni kökündən həll edək. Bax, müharibələr oldu, insanlarımız da qırıldı iki tərəfdən də və biz bu müharibəni kökündən həll etmək istəyirik. Bax, bu proses artıq yekunlaşmaq üzrədir, xanımlar. Bu proses yekunlaşandan sonra regionda tamam fərqli mənzərə meydana çıxır. Həm istər iqtisadi baxımdan, istər siyasi baxımdan, istər xalqların rifahı baxımından, turizm, hər sahədə region tamam fərqli bir mənzərəyə bürünəcək. Elə Simonyanın da mən müsahibəsinə baxdım, aparıcı ilə orada bir mübahisə formatında hətta keçdi. Düzdür, aparıcı daha sonra dedi ki, mən sizinlə tam razıyam. Deyir ki, siz niyə ancaq fikirləşirsiniz ki, Ermənistan uşaqları öləndə erməni analar ağlayır. Onlar deyir, eyni dərdi çəkir. Azərbaycan da eyni dərdi çəkir, Ukraynada, Rusiyada, Gürcülər də. Yəni hamının dərdi eynidir. Yəni insanlar ölməsin. Və biz də deyir, öz ərazimizə baxmalıyıq. Biz Ermənistan planetindən çıxmalıyıq. Yəni ancaq biz varıq düşüncəsi olmamalıdır. Xanlar, bax elə ən böyük problem Ermənistan cəmiyyətində o olub. Yəni özləri Çinin əvvəllər belə bir şey vardı. Yəni qədim dövrlərdən Çin fikirləşirdi ki, biz günəş imperiyasıyıq. Günəşin tutduğu hər yerdə varıq və bizi heç vaxt heç məğlub eləyə bilməz. Günəş oradan çıxır, hə? Bəli, yəni sonra öz acı məğlubiyyətlərini aldılar və uzun müddət özünə gəlmədi və bu gün Çin dünyanın belə deyək iki süper gücündən biridir. Amma Ermənistan yenə də öz 100 il ərzində onlara o qədər yedirtmişlər ideologiyanı ki, siz böyüksünüz, siz böyük Ermənistan. Yəni belə deyək də, Neftçalada erməni mi yaşayıb? Xəzər dənizindən Neftçalıya kimi gəlirdilər də. Xəzər dənizindən düz Qara dənizə və oradan da hətta Aralıq dənizinə o Livan hissəsinə belə deyək, Türkiyənin Hatay və Livan. Bu qədər böyük Ermənistan tarixdə harda olub? Bunu yedirtmişdilər Ermənistan cəmiyyətinə. Ermənistan cəmiyyəti elə başa düşür ki, həqiqətən belədir. Və Paşinyan bu gün onlara onu izah eləyir ki, bu böyük Ermənistan xulyasından əl çəkməliyik. Və bizim ona heç gücümüz də yoxdur. Ona heç insan resursumuz yoxdur. Biz yaxınada bir çıxışı vardı, deyir ki, qərbimizdə 90 milyon Türkiyə, şərqimizdə 10 milyon, cənubda 35 milyon. Yəni deyib biz neçə nəfərik? Simonyan deyir, biz deyir Ermənistanı götürüb gedib Avropanın göbəyinə deyir, atası deyir ki, deyir get Çexiya ilə qonşu ol. Real vəziyyətdir deyir. Yəni heç özünü atmaq lazım deyil. Sən burada normal davransan, elə bura Avropa mərkəzi olar. Yəni ki, oradakı şərait daha yaxşı ola bilər. Çünki resurslarımız vardır. Bəs Ermənistandakı parad nə verildi? O çox müzakirə olundu. Bir neçə o işə yaramayan texnikanı çıxardıb. Xalar, bax elə İran özünə heç o xeyir olmadı, qaldı ki. Ermənistandakı paradı izlədik. Və dediniz o işə yaramaz o texnikalar. Deməli bizim sosial şəbəkə segmentində insanlar ikiyə ayrıldı avtomatik. Bir hissəsi siz kimi dedilər ki, bizim də paradı izləmişik, bunları da izləyirik və bizim texnikalar nə qədər ondan üstündür biz görürük. Tutaq ki, onlar dronları əslində Paşinyan burada nəyi ortaya qoyurdu? Paşinyan demək istəyir ki, köhnə Ermənistan rəhbərləri ordunun döyüş qabiliyyəti yox idi, döyüş texnikaları müasir deyildi və biz ona görə uduzduq. Və indi göstərir ki, seçicilərinə, bax biz müasir ordu qurmuşuq, döyüş qabiliyyətli ordu qurmuşuq və müasir texnikalar alırıq. Yəni bunu göstərməyə çalışır və bizim cəmaət da, bizim insanlar da onu izlədikcə başa düşürlər ki, haqlı olaraq ki, bizdə 10 dronu Bayraktar TB2 ilə və yaxud da Akıncı ilə müqayisə olunması deyil. Haropla müqayisə olunması deyil. Müəyyən kateqoriyalarda müqayisə edə bilərsən, amma bütün komponentlərdə bizim dronlar onlar üstündür. Hava hücumundan müdafiə sistemləri İrandan alıblar. İran ABŞ hücumları zamanı belə deyək, heç bir müqavimət göstərə bilmədi. Yəni hava hücumu müdafiə sistemi baxımından müqavimət göstərə bilmədi. Bunlar da İrandan o raket sistemlərini alıblar. Yaxşı eləyiblər. Yəni alsınlar, müstəqil ölkədir, yəni suveren ölkədir, istədiyini ala bilər. Amma Azərbaycan İsrailin hava hücumundan müdafiə sistemləri var. Çindən aldığımız da son hələ nümayiş etdirdiyimiz, etdirmədiyimiz. Bəli, elətdirdiyimizi gördük ən azından. Yəni müqayisə olunası deyil. Bax dediyim o sosial şəbəkədəki bir segment bu cür yanaşır və biraz ironiya ilə yanaşır onların paradına. Amma ikinci bir segment də var. O belə deyək, qrup var. Onlar düşünür ki, biz düşmənin nə qədər, əslində düşmən demək istəmirəm Ermənistana, çünki bu gün sülh. Qarşı tərəf. Bəli, qarşı tərəf deyək. Nə qədər
səmimidirlər, səmimi deyirlər, bu başqa məsələ. Amma biz bugünkü Əsl sülh revanşist bəli, adlandıranlar var. indiki sülh prosesi gedən bir dövrdə artıq düşmən sözündən istifadə eləməməyə çalışırıq. Həmin o qarşı tərəfin silahlarının ciddi alınmasını tələb edir Azərbaycanda bir qrup. Ki, yəni baxın, əgər biz qarşı tərəfi küçümsəsək, onları kiçik görsək, zəif görsək, daha böyük problemlər yarada bilərik. Onlar da haqlıdır. Amma burada bir məsələ var ki, həmin silahlar heç orada nümayiş olunmamışdan Azərbaycanın xüsusi xidmət orqanlarında, Azərbaycanın o lazım olan qurumlarında bilirdilər ki, Ermənistan hardan hansı silahları alıb və onun belə deyək, döyüş qabiliyyəti nədir, onun atış məsafəsi nədir, onun hansı üstünlükləri var və bizdə onun qarşısını almaq üçün hansı silahlar var və biz yəni deyim ki, bütün analizi edilib, nəticələr çıxarılıb, hansı sahəmizdə biz deyək ki, əlavələr eləməliyik, hansı sahəni gücləndirməliyik, hansı sahələrdə heç ehtiyac yoxdur, hələ ora gəlib çatmayıblar. Yəni bütün bunlar müqayisə olunur. Yəni demək istəyirəm ki, o hər iki tərəf də haqlıdır burada. Amma narahatlığa ehtiyac yoxdur. Təlaşa ehtiyac yoxdur. Narahatlığa ehtiyac yoxdur. Azərbaycan necə ki 20-ci ildə düzgün hesablamışdı, düzgün analiz eləmişdi öz rəqibini. İndi də öz rəqibini analiz eləyir və təbii ki, Ermənistan heç vaxt həmin silahlardan Azərbaycana qarşı istifadə eləmək belə də ürəyi göstərməz. Amma biz hər halda bütün variantlara hazır olub və bu prosesdə də dediyimiz kimi öz analizlərimizi eləməliyik və nəticəmizi çıxartmaq ki, bu artıq elan olunmalı deyil ki, Azərbaycan Müdafiə Naziri və yaxud da hansısa bir xüsusi xidmət orqanı çıxıb açıqlama verməli deyil ki, bu silah var, biz bunun qarşılığında bunu aldıq və biz bundan bunu vuracağıq, bunun qarşısını belə alacağıq. Sosial şəbəkələr də onu istəyirlər. Bəli, sosial şəbəkələr onu istəyir, amma bu olası deyil də heç vaxt. Heç olmadı məntiqsiz dəxi. Yəni də həqiqətən dövlət səssizlər olmuş. Bəli. Sosial şəbəkə isə səs-küyləyirdi. Çox təşəkkür edirəm. Mən təşəkkür edirəm. Minnətdaram. Və Gündəm Qarabağ verilişi bununla da yekunlaşır. Bugünkü qonağım siyasətçi Araz xan idi. Siz isə bizi dinləməkdə, eləcə də izləməkdə davam edin. Sağ olun, salamat qalın.